Hər vaxtınız xeyir, əmək bazarının yenilikləri ilə tanış olmaq, iş tapmaq istəyənlər işsizlikdir efirdədir. İş axtaranlar diqqətiniz bizdə olsun, yeni vakansiyalar təqdim edəcəyik. Onlar arasında minimum əmək haqqıdan başlayaraq 5000 manata qədər maaş təklif edən iş yerləri mövcuddur. Bugün daha bir sahibkarın uğur yolunu izləyəcəyik. O, borc götürüb işini qurur. Hər şey isə gözlədiyi kimi olmur. Lakin təkrar cəhdi ona müvəffəqiyyət gətirir. Necə? Birazdan biləcəksiniz. Əksər iş elanlarında xarici dil biliyi əsas şərt kimi qoyulur. Bəs bunu başlıca tələbata çevirmək nə dərəcədə doğrudur? Bu mövzu ətrafında müzakirə aparacağıq. İrəliyən dəqiqələrdə qonağımızla bərabər. İndi isə ötən həftə əmək bazarı gündəmində olan bir neçə xəbəri diqqətinizə çatdırmaq istərdik. İlk xəbərimiz bununla bağlıdır ki, ölkədə saatlıq əmək haqqının tətbiqinə başlanılacaq. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 iyuna qədər bununla bağlı təkliflər hazırlayacaq. Ekspertlərin fikrincə, saatlıq minimum əmək haqqı işçilərə bir neçə yerdə işləməyə və daha yüksək maaş almağa imkan verəcək. Həmçinin bu praktika əmək müqaviləsi ilə işləyənlərin məvacibini artırır və iş saatları, həftə sonları və bayram günlərində əlavə ödənişlər təklif edir. Peşə hazırlığına cəlb olunmuş şəxslərə ödənilən vəsaitdə artım olub. Məşğulluq haqqında qanuna əsasən bu şəxslərə minimum əmək haqqının 50% məbləğində təqaüd verilməlidir və 2025-ci ilin yanvarından minimum əmək haqqı 400 manata çatdırıldığına görə bu təqaüdün məbləği də artırılaraq 200 manat təşkil edir. Qaxda işə düzəltmək adı ilə vətəndaşların 17 min manatını mənimsəyən şəxs həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Məlumata görə əvvəllər məhkum olunmuş 47 yaşlı Arif İbrahimov saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qəti imkan tədbiri seçilib. Təəssüflər olsun ki, bəzi dələduzlar insanların iş tapmaq istəyindən sui-istifadə edərək az öncə təqdim etdiyimiz xəbərdə də olduğu kimi onları aldadırlar. Bu hallar bir daha onu sübut edir ki, iş axtararkən diqqətli olmaq, etibarlı mənbələrə güvənmək vacib bir məsələdir. Biz isə hər həftə sizin üçün yoxlanılmış, etibarlı vakansiyaları bir araya gətiririk. Elə artıq həftənin ən aktual iş elanlarını diqqətinizə çatdırmağın vaxtıdır. İmpuls MMC aqronom köməkçisi axtarır. 24-50 yaşlarındakı şəxslər müraciət edə bilərlər. İş yeri Abşeron rayonu Aşağı Güzdəy kəndində yerləşir. Naharı şirkət təmin edir. Əmək haqqı 600-700 AZN-dir. Seratonia avtokar sürücüsü vakansiyasını təqdim edir. Müraciət edənin yaşı 20-45 aralığında minimum 3 illik iş təcrübəsi olmalıdır. Əmək haqqı isə 700 manat təklif olunur. Melisa yaşayış kompleksinə nəzarətçi axtarılır. Boyu 1,70 sm, həqiqi hərbi xidməti başa vurmuş və 20-40 yaşlı kişilər bu işi dəyərləndirə bilərlər. Əmək haqqı isə 600 manatdır. Travakko şirkətində isə SMM vakansiyası açılıb. Bu iş rus və ingilis dili biliyi, müvafiq sahədə 2 il təcrübəsi olan şəxslər üçündür. Maaş 700-900 manatdır. Hələ ki 4 vakansiyanı sizə təqdim etdik. Digər vakansiyalarımızı proqramımızın davamında sizin diqqətinizə çatdıracağıq. Daha yüksək maaşlı iş elanlarımız da var. Eyni zamanda efrimizin gedişatında ekranın aşağı hissəsində də müxtəlif vakansiyaları gözdən keçirmək imkanınız var. Yəni hər imkanla çalışırıq ki, əmək bazarında mövcud olan iş yerləri haqqında, vakansiyalar haqqında sizə məlumat təqdim edək. Sırada təqdim edəcəyimiz süjetin mövzusu günümüzdə çox aktualdır. Xarici dil biliyi. Əksər işə götürənlər bunu əsas kriteriya çevirirlər. Bəzi mütəxəssislər xarici dilin şəxsi inkişaf və karyera üçün vacib olduğunu düşünür. Bəzilərinin fikrincə isə hər vakansiyada xarici dil biliyi əsas tələb kimi irəli sürülməməlidir deyilir. Daha ətraflı əməkdaşımızın hazırladığı süjetdə izləyəcəyik. İngilis dilini öyrənməkdə səbəbim gələcəkdə karyeram üçün çox lazımlı bir dil olmasıdır. Müasir dövrümüzdə bir çox iş yerləri, yəni ingilis dilin Azərbaycan dili kimi vacib bilik istəyir, yəni tam səviyyədə. Ona görə də ingilis dili bizim üçün vacibdir, ona görə də mən ingilis dili öyrənirəm.
Mühasibatlıq üzrə təhsil alan birinci kurs tələbəsi Ələsgər Zeynalov kimi düşünənlər az deyil. O 6 aydır ki, ingilis dili kursuna gedir. Tələbələrin ingilis dilinə maraq göstərməsi isə çox sadədir. İşə qəbul zamanı xarici dil biliyinin əsas tələb kimi qoyulması. İşə götürənlərin xarici dil biliyini tələbə çevirməsi əcnəbi dilləri öyrənməyə marağı 1-ə 5 artırıb. Mütəxəssis Fidan Əhmədova da bunu etiraf edir. Bildirir ki, artıq CV-lərdə xarici dillərin yazılması adiləşib. İş elanlarında xarici dil biliyi əsas şərt kimi qoyulur və bu bir neçə amildən asılıdır. Həm müsbət, həm də mənfi cəhətləri vardır. Ən önəmli müsbət cəhətlərdən biri şəxsi inkişafla bağlıdır ki, xarici dil biliyi olan insan həm şəxsi inkişafı, karyera cəhətdən də perspektivlərinə bu müsbət təsir göstərir. Çünki şirkətlər əməkdaşlardan xarici dil biliyi tələb eləyirlər, özləri də çünki xarici tərəfdarlarla işləyirlər. Bunun üçün xarici dil biliyi mütləq şəkildə əsaslı şərtdir. Dil öyrənmək pis deyil, amma əksər iş elanlarında bunun əsas tələbə çevrilməsi birmənalı qarşılanmır. Çalışdığın vəzifədə dil bilgisindən istifadə olunmayacaqsa, bu şərt yersizdir. Hansısa xarici dilin bilməsi vacibdirmi? Bir çox məqamlarda buna ehtiyac duyulmur. Bir çox məqamlarda ehtiyac yoxdur buna. Deyək ki, Azərbaycanlıların gedib Fransada yaxud da İngiltərədə fəaliyyət göstərməsi fransız dilinin, Azərbaycan dilinin orada tətbiq olunmasına ehtiyac zərurət qoyurlarmı, şərt kimi qoyurlarmı? Qoymurlar. Və onlar bir tələb kimi qoyurlarmı? Qoymurlar. Ona görə də belə bir məqamda əlbəttə bir nömrəli bizim vəzifəmiz öz dilimizdə fəaliyyətimizi qurmalıyıq, öz dilimizdə işləməliyik və tələb kimi o şərtlər qoyulursa, istər yaş məhdudiyyəti ilə bağlı, istər dil məhdudiyyəti ilə bağlı, bu arzu olunmaz. Mütəxəssislərin fikrincə işə götürənlər xarici dil tələbindənsə peşəkarlığa önəm verməlidirlər. Şirkət dil biliyini əsas qoyubdur. Bu insan, yəni bu əməkdaş, tərəfdaş dil biliyi olmadığı üçün savadına bələd olsa belə həmin işə müraciət edə bilmir. Bu da günün aktual problemlərindən biri olan gənclərin işsizləşməyinə gətirib çıxarır. Problemin kökündən həll olunması üçün qanunvericilikdə müəyyən dəyişiklik edilməlidir. İstisnalar aydın şəkildə göstərilməli, tələblər əsaslandırılmalıdır. Xatırladaq ki, Əmək Məcəlləsində işə qəbulla bağlı xarici dil şərt kimi qoyulmayıb. Əsas tələb isə şəxsin təcrübəsi və Azərbaycan dilini bilməsidir. Bəzən çətinliklər insanı ya dayandırır, ya da daha güclü edir. O ikinci yolu seçdi, yanılmadı da. İndi uğurlu sahibkarlar içində onun da adı var. Hazırda Rasif Dünyamalıyevin uğur hekayəsinə baxacağıq. Həmişə bir arzu olur. Faydalı olmaq. Mərkəzə uşağı qoyduq. Dedik ki, Azərbaycan uşaqlarına fayda verən bir işlə məşğul olmalıdır. Həmin müəssisədə biz öz investisiyamızdan istifadə eləmədik. Burada ruhdan düşmək, vəsait yoxdur, vəsait demək, sizin artıq qarşınızda bir əngəl olmaq, yəni mümkün olmayan bir şey yoxdur. Mən bəzi şeylərdə geri çəkilmişəm, amma bir günə baxıram ki, geri çəkilməmək lazımdır. Üzərinə getmək lazımdır. Çünki həyat mübarizədir. Mən Zəngilan rayonunda doğulmuşam. Təəssüf ki, amma uşaqlığımızı orada tamamlaya bilməmişik. Uşaqlığı tamamlaya bilməmək özü bir travmadır. Çünki həmişə yarımçıq qalırsan. Və biz o periodda müxtəlif şəhərlərdə yaşamışıq. Həmişə bir arzu olur, faydalı olmaq. Çünki o periodda hər zaman kimsə bizə kömək eləyirdi, kimsə bizə dəstək olurdu. Bu bir növ o şey yaradıb ki, sən də kiməsə kömək olmalısan. Və bu niyyətlə əslində mən müəllim olmaq istəyirdim. Məktəblərə gedəndə məsələn o məktəb məni cəlb eləmədi. Mən sərbəstliyi xoşlayan biriyəm. Məktəbdə isə daha çox şablondur. Hansı ki, amma elə olmalı deyil. Yəni müəllimlər sərbəst olmalıdır. Bu bir növ məni məktəbdən uzaqlaşdırdı. Mən müəllim ola bilmədim və o axtarışa başladı. Bu axtarış məni gətirdi biznesə çıxartdı.
Biznesdə də bir çox sahələrlə məşğul oldum. Reklam sahəsindən, marketinqlə, ticarətlə bir dönəm, xırda bir dönəm məşğul oldum. Amma bunlar heç biri mənə xasiyyətimi əks etdirmədi. Yəni faydalı ola bilmirdim. Ailə həyatı qurandan sonra biz qərara gəldik ki, uşaq inkişaf mərkəzi açaq. Yəni mərkəzə uşağı qoyduq. Dedik ki, Azərbaycan uşaqlarına fayda verən bir işlə məşğul olmalıyıq. Və 2010-cu ildə ilk uşaq inkişaf mərkəzimizi açdıq. İlk hekayəmiz də bununla başladı. Və 14 ildir artıq o hekayəni yazmaqda davam edirik. Bu hekayə bugünkü gün 45 təhsil müəssisəsi qazandırıb Azərbaycana. Bir 10 milyona yaxın bu müəssisələrə investisiya olunub. Ağırlıq olaraq məktəbə qədər təhsil müəssisələrdir, yəni uşaq bağçalarıdır. Bununla yanaşı uşaq reabilitasiya mərkəzləri var, uşaq inteqrasiya mərkəzləri var, şagird evi var, məktəbə qədər hazırlıq kursları var. Biz ilk mərkəzimizi açanda o biznes batdı. Bu niyə görə idi? Bizim biznes təcrübəmiz yox idi. Həm bu maddi çətinliyi vardı, həm emosional çətinliyi vardı. Çünki biz ora hər şeyimizi qoymuşduq. Yəni bütün ümidlərimizi qoymuşduq. Ən pisi də ondaydı. Bizim o birinci ildəki açdığımız müəssisə borcla açılmışdı və o da batdı, biz borca düşdük. Amma biz onun qarşılığında nə əldə etdik? Biz bildik ki, nəyi etməmək lazımdır. Onu sizə hamı deyə bilər, nələr etməlisən. Amma nə etməməlisən, onu ancaq sən bilirsən. Biz onun qarşısında bir elə bir ki 20.000 manatlıq təcrübə qazandıq. O borcu biz 3 ilə bağlaya bildik və biz başa düşdük ki, borcla iş görmək olmaz. Yəni insanı inandır, o investisiyası eləsin, amma sən borc alıb, hansısa kredit alıb, yəni bununla iş görmək olmaz. Sonra biz ikinci bağçanı açdıq və həmin müəssisədə biz öz investisiyamızdan istifadə eləmədik. 8 aylıq fəaliyyət dönəmimizdə elə fəaliyyət göstərdik ki, uşaqlara. Və o valideynlər bizdən o qədər razı qaldılar ki, məhz ikinci bağçanın investoru həmin valideynlərdən biri oldu. Və bu günləri bu 40 bağçadan 20'si bizim valideynlərin investorları ilə qurulmuş müəssisələrdir. Mən məktəbə qədər təhsil mütəxəssisi deyiləm. Alimlik dərəcəm və sair yoxdur. Amma mən nə bilirəm? O işi ən yaxşı görə biləcək insanları seçə bilirəm. O işə ən yaxşı yatırım edə biləcək insanları tapa bilirəm və onları bir araya gətirirsən və onlar uşaqlar üçün işləyirlər. Yəni burada ruhdan düşmək və s. vəsait yoxdur və s. demək sizin artıq qarşınızda bir əngəl olmaqdır. Siz ondan başlamalısınız. Mən bunu prosesi ümumiyyətlə görə bilirəmmi? Riskləri nədir bunun? Onu görə bilirəmmi? Planı doğru şəkildə qurmuşammı? Yəni mümkün olmayan bir şey yoxdur. Daha çox ünsiyyətə gir. Daha çox əlaqələr qur, amma bu əlaqələr keyfiyyətli əlaqələr olsun. Mən təəssüf ki, bu dediyimə 10 il sonra gəldim. Və mənim ondan sonra fikrim dəyişdi ki, yaxın insanlarla biznes etməyəsən, etdiyin zaman da şərtləri əvvəldən danışacaqsan ki, sabahları o yaxın insanı da itirməyəsən. 30 il əvvələ gedib bu dediklərimi eləsəydim, indi fərqli bir Rasif ola bilərdi. Amma əminəm ki, heç vaxt o fikirdən yayınmazdı o Rasifdə ki, əsas nə iş görürsən gör, ətrafına və insanlara fayda ver. Yəni biz bundan yaşayırıq, bu bizim həyat tərzimiz. Mən bəzi şeylərdə geri çəkilmişəm,
Amma bir günə baxıram ki, geri çəkilməmək lazımdır, üzərinə getmək lazımdır. Çünki həyat mübarizədir. Mübarizədə o şəxslər qalib gəlir ki, onlar rasional inadkarlıq eləyirlər. Bugün Azərbaycanda iş axtaranların qarşılaşdığı ən böyük çətinliklərdən biri xarici dil bilikləri tələbidir. Bu zaman xarici dil biliyi olmayanlar üçün iş tapmaq çətinləşir, bəzən də işsiz qalması ilə nəticələnir. Bəs bunu əsas şərt kimi irəli sürmək nə dərəcədə doğrudur? Mövzu ətrafında yaranan sualları qonağımız insan resursları üzrə ekspert Günay Məmmədova ilə müzakirə aparacaq. Xoş gəlmisiniz Günay xanım, hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir olsun. Günay xanım, işə qəbul zamanı dil biliklərinin tələb olunması, əsas tələb kimi irəli sürülməsi müəyyən sahələr var. Götürsək tərcüməçiliyi, beynəlxalq əlaqələr olsun və buna bənzər digər sahələr olsun. Burada əsas tələb kimi irəli sürülməsi başa düşüləndə aydın məsələdir. Lakin bəzi yerli və spesifik sahələr var ki, orada da müxtəlif dil bilikləri tələb olunur. Necə düşünürsünüz? Bu nə dərəcədə doğrudur? Aidiyyatı oldu-olmadı xarici dil biliklərinin tələb olunması? Xarici dillər qeyd edərkən bu təkcə Azərbaycan, Rus, İngilis və digər dillərdən ibarət deyil. O baxır, ümumiyyətlə, hər hansı bir müəssisənin hansı istehsalçılarla, hansı ölkələrlə əməkdaşlığına baxır. Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının qərarı ilə belə bir peşə standartları tətbiq olunubdur və təsdiqlənibdir. Kvalifikasiya peşə standartları var. Yəni ki, orada misal üçün şəbəkə mühəndisindən biz xarici dili hansı səviyyədə tələb eləyə bilərik? İnsan resurslarının əməkdaşı bir vəzifə təlimatını və yaxud da hər hansı bir vakansiyanı tərtib edərkən bunun bir istinad edici sənədi olmalıdır ki, bir şəbəkə mühəndisinin xarici dili hansı səviyyədə biz tələb eləyə bilərik. Düzdür, hələ ki, çox inkişaf etməyibdir. Bu bir dəqiq statistika yoxdur ki, biz bir dili bir mütəxəssisdən hansı səviyyədə tələb edə bilərik. Amma orada xarici dil səviyyəsinin bilinməsi bu formada qoyulur ki, terminologiyanı, sahəsi üzrə həmin terminlər düzgün başa düşsün və düzgün tətbiq etsin. Yəni ki, bu deməkdir ki, bu artıq dili müəyyən bir səviyyədə bilməlidir. Dil tələbləri vacibdir. Çünki yenə dediyim kimi, istehsalçılarla danışırıqsa, əgər biz Rusiyadan əməkdaşlıq ediriksə, biz həmin tutaq ki, Rus dilli dövlətlərlə əməkdaşlıq ediriksə, təbii bu dil biliyi vacibdir. Çünki ünsiyyətdir, tələblərdir, ehtiyacları həmin mütəxəssis o dildə danışaraq bizə ötürülməlidir və yaxud da ki, həmin müəssisədə iş aparmalıdır ki, müəssisənin iş ahəngdarlığı pozulmasın. Əsası var. Əgər vacibdir deyirsinizsə, o zaman dil biliyi daha zəif olan şəxslər, onlar iş tapmaqda çətinlik çəkir və bəzən də çox hallarda onların bu işsiz qalması ilə nəticələnir. Baxın, hər vakansiyada, demək olar ki, hər vakansiyada həmin o xarici dil biliklərinin tələb olunmasının əmək bazarına, məşğulluğa mənfi təsirlərindən danışmış olsaq, işsizliyə mənfi təsirlərindən danışmış olsaq, hansı məqamları vurğulaya bilərik? Axı, hər kəsin də xarici dil biliyi yoxdur. Biz ümumiyyətlə vakansiyanı elan edərkən hər kəs üçün elan etmirik. Onsuz da təhsil üzrə, hər hansı bir təhsil üzrə yiyələnmiş və ixtisasa yiyələnmiş bir şəxs, elə bu aydın olur ki, özü də analiz etsə görür ki, bazarda bu dil tələbi varsa, onsuz da o dili öyrənmək məcburiyyətində olur və öyrənir. Amma bizim tələblər aydın şəkildə ictimaiyyətə elan olunur ki, biz bu tələb üzrə, bizim tələblərimiz budur. Əgər tələblərə uyğunsunuzsa müraciət edə bilərsiniz. Biz xidmət sahəsini götürsək, tutaq ki, satıcılar olsun, sürücülər olsun, ofisantlar olsun. Yəni, bunların da xarici dil bilməsi üstünlükdür, vacibdir, yoxsa necə? Həm üstünlükdür, həm vacibdir. Yəni, bir satıcı özü-özünə sual verir ki, mən niyə ingilis dilini bilməliyəm? Bu vacibdir. Niyə? Çünki vətəndaşlarla daimi işləyən, hansı ki, bir xidmət göstərən bir şəxs, təbii ki, müəyyən bir səviyyədə dili bilməlidir. Məsələn, Azərbaycan dilində satıcı nə qədər hansısa ünsiyyətdən, nə qədər ünsiyyətçildirsə və o ünsiyyətdən nələrdən istifadə edirsə, eyni səviyyədə də o dilləri, məsələn, nə qədər dil olacaq? Azərbaycana daha çox hansı xarici vətəndaşlar gəlir və yaxud da turizmlə bağlı turistlər nə qədər gəlir, hansı ölkələrdən gəlir, bu bizə aydındır. Daha çox ingilis dilinə biz üstünlük veririk ki, yəni ki, bu ingilis dilində biz danışaq və mənə elə gəlir ki, artıq bu elə bir dövrdür ki və zaman elə bir yerə gəlib ki, artıq hər kəs onsuz da öyrənir bunu. Onsuz da buna yiyələnir. Çünki bir növ bir satıcı bunu biləndə, digər satıcıda bu artıq rəqabətli hissi yaradır ki, o bilirsə mən niyə bilməyim? Bu
sağlam bir rəqabət prosesidir və o da başlayır eyni zamanda o dildə öyrənməyə. Amma mən niyə işsiz qalıram? Təbii ki, niyə siz işsiz qalırsınız, niyə siz bu dili bilməlisiniz kimi suallar aydın məsələdir ki, demək ki, zaman bunu tələb edir. Bugün əmək bazarı bunu tələb edir, bunu öyrənmək lazımdır. Bu inkişafdır. Bunun nəyi pisdir ki? Amma bir yaşdan sonra, götürsək 35-40 yaşdan sonra tutaq ki, insan bir o qədər də meyilli olmur, tutaq ki, hər hansısa bir dili, ingilis dili olsun və yaxud da digər bir dili olsun öyrənməyə və bir halla bu yaxınlarda rastlaşmışdım. Hansı ki, şirkətlərin birində uzun illərdir çalışan bir işçi, onun xarici dil biliyi yox səviyyəsindədir və bir yolla o işdən kənarlaşdırılır və onun yerinə daha yaxşı bir namizəd, yəni dil baxımından, xarici dil biliyi baxımından daha yaxşı biliyi olan bir şəxs işə götürülür və nəticədə digər bir işçi nə qədər təcrübəli olsa da sadəcə xarici dil biliyi olmadığına görə işsiz qalmış olur, işdən kənarlaşır. Necə düşünürsünüz? Bu məsələlərdə şirkətlər özləri maraqlı olmalıdırlarmı? Öz əməkdaşlarını tutaq ki, vəsait sərf edib hər hansısa bir dil kurslarına göndərsinlər, yoxsa elə işdən kənarlaşdırmaq da ən sadə, ən rahat yol? Deyim ki, biz məsələn təcrübədə başqa iş təklif eləyirik. Əgər bizdə bu ehtiyac yaranıbsa, həmin işçini digər vəzifəyə keçirdiririk, digər peşəyə keçirdiririk və həqiqətən bizə misal üçün o layihədə ingilis dilli namizəd və yaxud da işçi ehtiyacımız varsa, biz bəzən bunu etməliyik. Çünki bunu fəaliyyət bizdən tələb eləyir. Həmin nüansda isə təbii ki, birinci işçi özünün şəxsi inkişafına meyilli olmalıdır. Bilirsiniz, insan özünün şəxsi inkişafına meyilli olmasa, rəhbər hər daim bunu etsin, məcbur etsin, bunu təlimə göndərsin. Onun belə məcburiyyəti yoxdur. Təbii ki, amma təlim və inkişafa önəm verən müəssisələr, əgər o hədəfində varsa ki, misal üçün, önümüzə gələn ildə biz belə bir layihədə işləyəcəyik və bizə bu bir dil tələbi vacibdir. Həmin şəxsləri təbii ki, dili mənimsəsinlər deyə, öyrənsinlər deyə təlim mərkəzlərinə göndərirlər və nəticəyə əsaslanırlar. Əgər nəticə əsasında o işçinin öz meyli, öz marağı olmayıbsa o dili öyrənməyə, o nəticəni verməyibsə, təbii ki, o işçi özünün qarşısına qoyduğu hədəflərə çatmayıbsa, deməli cəmiyyətin hədəflərinə çatmaqda maraqlı deyil o işçi. Necə düşünürsünüz? Hansı yanaşmalar əmək bazarında xarici dil biliyi tələbatını balanslaşdıra bilər? Balanslaşdırma deyəndə ki, bax, mən sizə belə bir məsələni deyim. Organizational, Economical Cooperation and Development beynəlxalq səviyyədə, ümumiyyətlə Avropada əmək bazarında dil tələbi araşdırması aparıbdır və 200 dil tələbi qoyulubdur. Birinci yerdə ingilis dili, ikinci yerdə xarici dil olaraq fransız dili, rus dili 113-cü yerdə yer tutubdur. Bu təkcə Azərbaycanda deyil. Yəni bu dünyada da belə bir araşdırmalar aparır ki, niyə xarici dillər? Əgər bizdə rus və ingilisdirsə, ərəb dilidirsə, fransız dilidirsə, Avropa ölkələrində isə fərqli xarici dillər tələbləri qoyulur və balanslaşdırmada da əsas bu gətirilmişdi ki, nə qədər ki iqtisadiyyat inkişaf eləyir, nə qədər ki biz maraqlıyıq ki, Avropa, Amerika olan bütün təcrübələri özümüzdə əks etdirək, biz bunları öyrənməliyik. Bir növ, belə deyək, ayaqlaşmalıyıq. Ayaqlaşmaq üçün də biz bunu öyrənməliyik. Balanslaşdırmaq deyilən bir şey yoxdur hazırda, inteqrasiya deyilən bir söz var. İnteqrasiya eləməyə bacarmalıyıq. Necə düşünürsünüz? Qanunvericilikdə müəyyən dəyişikliklər edilməyə ehtiyacı varmı? Tutaq ki, bir siyahı hazırlansın və xarici dil bilikləri tələb olunan ixtisaslar, peşələrin bir siyahısı olsun və həmin o ixtisasın dalınca gedən o peşəni seçən şəxs də bilsin ki, gələcəkdə bundan filan xarici dillər tələb olunacaq. Yəni, öncədən bəlli olsun ona. Mən düşünürəm ki, artıq buna başlanılmalıdır, amma bayaq da bundan öncə də bildirdim ki, peşə standartları var və orada dil bilikləri artıq öz əksini tapmışdır. Bunu isə mənə elə gəlir ki, analiz edib dəqiq nəticələndirmə gətirib çıxardan vakansiyalardakı dil tələbləri olacaq ki, artıq bu bəllidir ki, biz biznesin inkişafı üzrə və yaxud da layihə idarə edilməsi üzrə əgər vakansiya paylaşırıqsa, ingilis dili şərti dil olaraq yəni artıq qeyd olunur. Çünki bizim demək olar ki,
layihələrimiz daha çox ingilis dilli ölkələrlə alındığı üçün və yaxud da ki, biz onlarla işlədiyimiz üçün bu dil tələbi olaraq qoyulur. Amma mən düşünürəm ki, artıq peşə standartlarına, yəni bu nüanslar öz əksini tapıbsa, bu dəqiq olaraq qanunvericidə öz əksini tapacaq. Necə ki, bizdə qanunvericidə vahid harf soru kitabçaları varsa, orada tələblər qoyulursa, orada bilməlidir deyə tələblər qoyulursa, təhsil hissəsi varsa, artıq dil tələblərinə də bir başlamaq lazımdır ki, insan resursları sahəsində işləyən əməkdaşları da bu çətindir əslində. Çünki namizəd tələb eləyir, sual verir ki, mən niyə bu dili bu səviyyədə bilməliyəm? Bunlardan da rastlaşırıq. Əsas və istinad gətirmək üçün bizim də bu dəqiq normativlərə ehtiyacımız var. Çox sağ olun, təşəkkür edirik sizə mövzuya öz münasibətinizi bildirdiyinizə görə. Hazırda isə proqramımızı müxtəlif tələbləri olan vakansiyalarla davam etdiririk. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində kassir vakansiyası var. İngilis və rus dili biliyi olanlara üstünlük veriləcək. İş yeri Yevlax və Gəncədədir. Əmək haqqı isə razılaşma yolu ilədir. Biotek Gözəlliyi Salonları şəbəkəsində minimum 1-2 il iş təcrübəsi olan 25-35 yaşlı Azərbaycan və rus dilində sərbəst danışan administrator lazımdır. Vakansiyaya yalnız xanımlar müraciət edə bilərlər. Maaş, bacarıq və təcrübəyə əsasən 650-900 manat aralığında dəyişir. Sürücü işi axtaranlar üçün VTEC MMC-də vakansiya var. Bu iş üçün 23-55 yaş və BC kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur. Əmək haqqı 800.000 manatdır. Asprotein Foods qrupda mexanik elektrik vakansiyası var. Yaş həddi 25-40 göstərilir. Müvafiq sahə üzrə 3-5 il təcrübə mütləqdir. Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazilərdə yaşayanlara üstünlük veriləcək. Əmək haqqı 1000 manatdır. Naharı şirkət qarşılayır və Koroğlu metrosundan servis də mövcuddur. Zeta Group mağaza meneceri vakansiyasını təqdim edir. Təcrübəli Azərbaycan və rus dili biliyini yüksək səviyyədə bilən xanımlar müraciət edə bilərlər. Maaş isə 1000 manat təklif olunur. Davam edirik növbəti vakansiyamızla. Eurodor şirkətində mühasiblər üçün iş var. Ali təhsilli, 25-40 yaşlı və müvafiq sahədə 1 ildən artıq iş təcrübəsinə malik şəxslər. Bu iş məhz sizin üçündür. Maaş isə 1000-1200 manat aralığındadır. Təmiz Qaz Qapalı Səhmdar Cəmiyyəti baş hüquqşünas vakansiyasını elan edir. Ali təhsil, minimum 2 illik iş təcrübəsi əsas şərtdir. İngilis və rus dilini bilənlərə üstünlük veriləcək. Maaş 1500-2000 manat təklif olunur. Tibb bacısı kimi çalışmaq istəyənlər üçün Diamet klinikasında iş var. Tələblər isə bunlardır. Orta ixtisas təhsili, əməliyyat şöbəsində baş tibb bacısı kimi minimum 2 il iş təcrübəsi. Sertifikasiyadan keçmiş tibb bacıları bu iş imkanını dəyərləndirə bilərlər. Maaş 1000-1500 manat aralığında dəyişir. Banadeo Hospital beynəlxalq əlaqələr üzrə mütəxəssis vakansiyasını təqdim edir. Ali təhsil, ərəb, rus və ingilis dillərini mükəmməl bilmək vacibdir. Əmək haqqı isə razılaşma yolu ilədir. Və bugün olan son vakansiyamızı sizə təqdim edirik. İdeal Tip şirkətində baş mühəndis vəzifəsi üzrə vakansiya açılıb. Namizədin elektrik mühəndisliyi üzrə ali təhsili və ən azı 5 il iş təcrübəsi olmalıdır. İngilis dili bilənlərə isə üstünlük veriləcək. Tələblərə uyğun gələn şəxslər 11 aprel tarixinədək CV-lərini hr@diamet.az elektron ünvanına göndərə bilərlər. Əmək haqqı isə 5000 manatdır. Belə sözü gedən vakansiyalara özünüzə uyğun namizəd hesab edirsinizsə, birbaşa olaraq vakansiyanı təqdim edən şirkətlərlə əlaqə yarada bilərsiniz, CV-lərinizi göndərə bilərsiniz. Sizə təqdim edəcəklərimiz bunlar idi. Növbəti həftə yeni vakansiyalar, iş tapmaq və işini dəyişmək istəyənlər üçün yeni təkliflərlə qarşınızda olacağıq. Bizi sosial platformalarda da izləyin. Əmin olun ki, hansısa iş sizlikdir.